müraciət edib icraçılara. İcraçı da ki, məhkəmə bitəndən sonra icraçı heç bir şey görmür. Xanım neynəsin? Elə hər gələn əlinə papkasını götürsün, gəlsin televiziyalara. Ne etsinlər? Söhbət bundan Çox sadə. Məhkəmə qətnaməsi qəbul olundu. Fərq eləmir, bu aliment məsələsidir, bu borcdur, bu kreditdir, bu əmlaka və ya sağlamlığa dəymiş qəsdən və ya ehtiyatsızlıqdan zərərdir. Fərqi yoxdur. Siz tələbkarsınız, yaxınlaşırsınız iddiaçının, üzrsən borcunun, yəni digər tərəfin qeydiyyatda olduğu rayon üzrə Ədliyyə Nazirliyinin icra və probasiya şöbələrinə. Sənədi təqdim edirsiniz dəftərxanaya. Dəftərxana sizə deyir ki, bəli, misal üçün, sizin işiniz Astara rayon icra şöbəsinin icraçısı məsələn Kamil müəllimdir. Yaxınlaşırsınız Kamil müəllimə, sənədi verirsiniz. Kamil müəllim artıq lazım olan rekvizitləri də, məlumatları da sizdən götürür, bank kartunuz varsa onu götürür, qarşı tərəfin iş yeri barədə, ünvanı barədə məlumatlar varsa götürür ki, bu işə bir köməkdir. Bütün hamısını yükləməli deyilik bizi icraçının üzərinə və tələbkar bizi isə adından da göründüyü kimi tələbkar getməliyik, tələb eləməliyik və icraçı da o işi icra eləməlidir. İcraçının işi nədir? Artıq dünənlərdə geniş izah elədim. Könüllü icra müddəti verir, icra olunmursa məcburi icra tədbirlərinə keçir. Əmlaki barədə sorğu verir, əmlaka həbs qoyur gələcəkdə hərraca çıxartma, əmlaka yönətmə. Ölkə əmək haqqısı varsa əmək haqqı, ölkədən giriş-çıxışa qadağa, eyni zamanda çağırışlara gəlmədiyi təqdirdə axtarış vermə, daha sonra məhkəməyə təqdimat vermə, inzibati və cinayət məsuliyyətindən cəlb olunmaq üçün. Dünən xanıma özüm sual verdim. Siz bir dəfə də olsun Astara rayon icra şöbəsində olmuşsunuzmu? Deyir, olmamışam. Tamam, səbəb aydındır. Yol uzaqdır, uşaq, xəstədir uşaq. Mən Ədliyyə Nazirliyinə getmişəm dəfələrlə, uşaq olmuşam. Bu halda da Onu daxil işlərə hər bir yerə getmişəm. Biz, bir yaxşı lətifə var. Hacı İsmailov'un həm ziyarət, həm ticarət filmində danışıyor lətifəni. Bir nəfər hər gün deyir, bir nəfər üzr istəyirəm fikrimi yandırır. Bir nəfər hər gün deyir, Allah'a dua eləyir ki, ay Allah, mənim lotereyimdən bir Jiguli avtomobili çıxar. Səhərsi gün deyir ki, ay Allah, nə çətinməsin. Axır Allah dilə gəlir əstəğfurullah, deyir ki, sən bir loterey bileti aldın mı? Sən misal üçün haçansı bir ərzə yazdın, bir ərzə yazman lazımdır. Ki, xahiş edirəm, filan qətnamə icraçı deyir, eləmədi.